Xristianlığın etiqadları, ilahilik və üçlük, təslis. Onlar uca, yaradıcı bir Allahın varlığına inanırlar. Çünki əslində kitab əhlidirlər. Lakin onunla yanaşı, oğlu, yəni İsanı və müqəddəs ruhu, yəni Cəbrailı da şərik qoşurlar. Kilsələr arasında bu anlayışların izahı və üç üqnum adlandırdıqları məfhumların bir-biri ilə əlaqələndirilməsi mövzusunda böyük fərqlər mövcuddur. Qiyamət və mühakimə. İnanırlar ki, axirətdə hesab İsa ibn Məryəmə həvalə olunacaq. Çünki onun insani cəhəti var və bu xüsusiyyət insanların əməllərinə görə mühakimə etməsinə kömək edəcək. Xaçın müqəddəsləşdirilməsi. Xaçı özlərinə şüar hesab edirlər və çoxu onu müqəddəs sayır. Xaç daşımaq onların Məsihin davamçısı olduqlarının nişanəsi sayılır. Oruc, yağlı və heyvani mənşəli qidalardan, həmçinin onların törəmələrindən çəkinməkdir. Əsasən paxlalı bitkilərlə kifayətlənirlər. Müddəti və qaydası məzhəbdən məzhəbə fərqlənir. Dua, namaz. Müəyyən sayı yoxdur. Əsas diqqət səhər və axşam dualarına verilir. Dualar, yalvarış, təsbih və ilahilərdən ibarətdir. Oruc və ibadətdə davamlılıq isə məcburi deyil, könüllü sayılır. Vəftiz, xaç suyuna salma. Ata, oğul və müqəddəs ruh adı ilə suya salmaq və ya su səpmək deməkdir. Günah və xətalardan təmizlənmənin ifadəsi kimi qəbul edilir. Etiraf, tövbə çıxarma. Şəxs işlədiyi günahları din adamına etiraf edir. Bu etirafın insanın cəzasını aradan qaldırdığı və onu günahdan təmizlədiyi iddia olunur. Çünki din xadimi onun üçün Allahdan bağışlanma diləyir. Halal-haram məsələləri. Tövratda haram olduğu halda donuz ətini halal sayırlar. Halbuki sünnət onların şəriətində mövcud olsa da onu haram hesab edirlər. Sələm, yəni faiz və ispirtli içkiləri də halal bilirlər. Haramı əsasən zina, boğulmuş heyvan əti, qan və bütlərə qurban edilən ətlə məhdudlaşdırmışlar. Rahiblik, dinlərinin əsasında zahidlik və evlilikdən uzaq durmaq dayanır. Lakin bunu yalnız din xadimlərinə aid etmişlər. Adi insanlara bir qadınla evlənməyə icazə vermiş, ilkin xristianlıqda icazəli olan çoxarvadlılığı isə qadağan etmişlər. Talaq. Kişi yalnız zina halında arvadını boşaya bilər və bu halda tərəflərin yenidən evlənməsinə icazə verilmir. Ölüm səbəbi ilə ayrılıq olduqda sağ qalan tərəf yenidən evlənə bilər. Həmçinin tərəflərdən biri xristian olmadıqda ayrılığa icazə verilir. Artım və nəsil. Xristian icmalarını çoxalmağa təşviq edirlər və azlıqda olduqları bölgələrdə bu daha vacib hesab olunur. Mənəvi tərəflər. Xristianlıq ilkin olaraq duyğuların tərbiyəsi və mənəvi tərəflərin inkişafı üçün gəlmiş, zahidliyə və intiqamdan çəkinməyə çağırmış, Yahudilərin ifrat maddiyatçılığına qarşı çıxmış. İncilə görə, sənin sağ yanağına vuran adama sol yanağını da çevir. Əgər kimsə səndən paltarını alarsa, əbasını da ondan əsirgəmə. Luka 6/28. Lakin tarixlərində çoxlu qətillər və qan tökülmə də mövcuddur. Bağışlanma sənədləri. Alana keçmiş və gələcək bütün günahlarının bağışlanmasını vəd edən sənəddir. Səhimlər kimi satılırdı və verilən məbləğə görə insana cənnətdə müəyyən yer vəd edilirdi. Bidət və onunla mübarizə. Kilsə elmə, kəşflərə və müqəddəs kitabın yeni izah cəhdlərinə qarşı çıxmış, tənqidləri bidət adlandıraraq bu istiqamətləri sərt və amansız şəkildə təqib etmişdi.